Salam, hər bir vaxtınız xeyirli olsun. Demək belə bir ət çəkəni təmirə gətirilib, ət çəkəni tok gəlmir. İndi orta nəticəni bir yerdə izləyək. Orijinal Kenwood'dur, Pro 1600 model. Demək ət maşını söktük. Burada yakırda qırıq var, kömürlərin də özləri evdə çıxardıblar. Yakırı çıxartdıq. Yağladıq. Yakır dəyişildi. Zamoklar hamısı yerində, heç bir zamok sınmadı. 4 ədəd yastıqları yerində, 4 ədəd probkaları, 4 ədəd şurupları. Probkalarını qoyduq. Və bu da nəticə. Reversi də işləyir, hər bir şey işləyir bu qədər. Çox sağ olun, izlədiyinizə görə.